Salam, hər vaxtınız xeyir olsun, əziz xalqım. Yenə mən Azərbaycan Dünya İnformasiya Məkanında İctimai Birliyinin sədri Kamil Abdullayev. Bir məsələ məni çox narahat edir. Bu məsələ ilə əlaqədar öz fikrimi bildirmək istəyirəm, əziz xalqım. Görürsünüz, dünya müsəlmanlarının durumuna baxırsınızmı? Neft müsəlmanlarda, ən yaxşı torpaqlar müsəlmanlarda, OPEC-in neftinin %65'i Müslüman ülkelerinde. Yaşayışlarına bakın. Görün hansı yaşayışları var. Tek Irak'ta Irak halkı elini elinin üstüne koyup işlemeseler adam başına düşen gelir 30 bin manattan çoktu. Ama halına bakın. Suriye'de, Livan'da, Beyrut'ta, Küveyt'te ve İran'da ve diğer Müslüman ülkelerinde hansında ki neft mevcuttur. Onların yaşayışlarına bakın. En ağır yaşayışlar, en pis günler onların gözlüyür. Lakin bizim Azerbaycan'da bugün yaşayış seviyesi düzdür. Qani edici derecede olmasa da ama bugün bizdə digər Müslüman ölkələrine nisbətən yaxşı mənada çox yüksək səviyyədədir. Yəni deyəcəksiniz indi uşaq pulu verilmir, digər məsələlər var. Bunlarla məsələn pensiyalar verilmir. Bunu məmurlar bilərəkdən özləri Azərbaycanı bu şəraitdə saxlayırlar ki, ölkə rəhbərindən xalq arasında böyük bir narazılıq yaratsınlar. Amma buna baxmayaraq, ölkənin rəhbəri Azərbaycan xalqının daha yaxşı yaşaması üçün işlər aparır, əlindən gələni eləyir və bugün deyəcəm ki, əgər məsəl üçün Qarabağda tikintilər gedir. Bəli, Qarabağda tikinti gedir, amma orada işçilərin əmək haqqının verilməməsi bu dözülməz haldır. Və bunları kimlər eləyir? Bunları eləyən məmurlardır. Amma biz məqsəd yönlü tələb etmə qabiliyyətinə malik deyilik. Hər nə olursa biz yüklənirik Ali Baş Komandanın üzərinə, birinci vitse-prezidentin üzərinə. Necə olur ki, biz hər hansı bir problem olanda prezidentə müraciət edirik. Amma ölkədə müəyyən prezidentlə əlaqədar olan, müəyyən problemlər olanda, o təhqir olunanda ölkənin rəhbəri prezident, biz susuruq, heç nə demirik. Və yaxud da ölkədə negativ hallara yol verən insanlar haqqında öz fikirlərimizi, məmurlar haqqında, yəni öz fikirlərimizi tam şəkildə ifadə etməkdən çəkinirik, qorxuruq. Bəs ölkənin rəhbəri də bir nəfərdir də. Mən bir məsələni sizin nəzərinizə çatdırmaq istəyirəm ki, bu partiya rəhbərləri var. Ən çox da Müsavat Partiyasının başqanı İsa Qəmbər. Görürsünüz, insanları qızışdırıcı deməli fikirlər söylüyor, insanların fikirlərini, beyinlərini zəhərləyir, müxtəlif fikirlərlə özünü elə aparır ki, güya bu təmiz insandır, bu yaxşı insandır, bu demokratik insandır. Yerdə qalan hamı qeyri-demokratikdir, təmiz deyil və s. və ilaxır. İsa Qəmbəri biz yaxşı tanıyırıq. Və İsa Qəmbər deyir ki, biz Əbülfəz Elçibəyin yolunu gedirik. Əbülfəz Elçibəy də bizim 1918-ci ildə Məmməd Əmin Rəsulzadənin qoyduğu yolu Əbülfəz Elçibəy gedibdi. Biz də həmin yolu davam etdiririk. Bəsdirin də, əl çəkin də bu Əbülfəz Elçibəydən, bu Məmməd Əmin Rəsulzadədən. Bilirik, tariximizdir. Biz bunları yaddan çıxartmırıq. Amma bugünkü dövlət, İsa Qəmbər, bu xalqın başını yorma, bu xalqı əzmə, bu xalqı bu qədər incitmə. Bugünkü dövlət bil, Heydər Əliyevin qoyduğu mirasdır. Azərbaycan dövləti. Bu dövləti Heydər Əliyev qurub, yaradıb və bugün İlham Əliyev də onu davam etdirir. Siz Məmməd Əmin Rəsulzadənin adını çəkirsiniz, siz Əbülfəz Elçibəyin adını çəkirsiniz. Allah Teala sizin dilinizi qurudar.
Səqəmbər. Hələ bu vaxta qədər bir dəfə siz Heydər Əliyevin adını çəkmirsiniz və yaxud da gedirsiniz Əbülfəz Elçi bəyin qəbrini ziyarət edirsiniz, amma Heydər Əliyevin qəbrini ziyarət edirsiniz. Bu neçə ildə siz tutuldunuz, siz ağlamadınız. İnsanda şərəf, ləyaqət, vicdan yaxşı şeydir. Bir dəfə də sonra deyirsiniz ki, ölkənin prezidenti ayrı seçkilik edir. Bir dəfə də bir kişiliyin olsun, bir qeyrətin olsun. Bir dəfə də səni, bax bu dövləti sənə miras qoyub gedən kişinin, ulu öndərin adını çəkkinə. Bir dəfə də onun qəbrini ziyarət elə. Bu xalq arasında barış həyata keçirginə. Nə qədər bu davam eləyəcək? Nə qədər sən ayrı seçkilik eləyəcəksən? Nə qədər Əbülfəz Elçi bəy kim olub? Mehmet Əmin Rəsulzadə kim olubdur? Heydər Əliyevin dırnağı da olmayıblar heç. İlham Əliyevin dırnağı da olmayıblar. Nə ediblər? Torpaq verib qaçıblar da. Biri Kələkiyə qaçıbdı, o birisi Türkiyəyə qaçıb. Nə edibdi? Nə edibdi bunlar? Amma biz yenə onları qəbul eləyirik. Yenə onları yad eləyirik. Amma sizin vicdanınız hardadır? Sizin vicdanınız hardadır? Heydər Əliyev haqqında bir kəlmə də danışmırsınız. Ona görə sizi elə belə buraxmaq lazım deyil. Ona görə sizi tənbih eləmək lazımdır və Allaha qurban olun. Bugün İlham Əliyev elə yaxşı ki sizi bu belə ayağının altında saxlayır. Danışdın, təpəngə ilişəcək. Danışdın, bu xalq səni təpəngə ilişdirəcək. Artıq siz danışdın. Nə sən, nə Arif Hacılı, nə o birisi bir yaralı barmağın məlhəmi deyilsiniz. Siz ancaq özünüzü güdürsünüz. Dünyada, Azərbaycanda yox, dünyada əgər desələr ki, ən ağılsız adam kimdir, onu bilginən ki, o sənin istinad gətirdiyin insanlardır. Xalqını pis gündə qoyub özü qaçanlardır. Ən ağılsız insanlar. Siz də onların törəmələrisiniz. Bugün Əbülfəz Elçi bəyi nəyə görə bəyənilib, bilirsənmi? Əbülfəz Elçi bəy Heydər Əliyev hakimiyyəti gətirdiyinə görə. Bir dənə onun gördüyü yaxşı iş budur. Mən bu partiya rəhbərlərinə bir daha üzümü tuturam. Bugünkü gün bizə demokratiyadan da önəmli birlik lazımdır. Siz xalqı birliyə çağırın. Siz İlham Əliyevin gördüyü işlərə kölgə salmağa çalışmayın. Bununla heç nəyə nail ola bilməzsiniz. Siz bugün Qarabağın alınmasını heç nə sayırsınız. Amma vaxtilə deyirsiniz, biz torpağımıza qayıtmalıyıq. Yadınıza gəlir də, qaçqınları siz öyrədirdiniz. Müharibədə bizim o qələbə çalmamağımızın da əsas səbəbkarları siz olmusunuz. İlham Əliyev gələndən sonra gördünüz, Qarabağ da alındı, hər biri alındı. İndi neçə ki İlham Əliyev var, siz bax belə, orada, burada, o küçədə, bu küçədə, o, nə bilim, qəbrin üstündə, bu qəbrin üstündə ağzınıza gələni danışacaqsınız. Mən belə şeyləri sizə rəva bilmirəm.